Salam, hörmətli izləyicilər. Stansiya Sumqayıt qəsəbəsində illərdir həllini gözləyən mühüm problemlərdən biri artıq öz axarına düşməyə başlayıb. Söhbət 925 ailənin yaşadığı ərazidə kanalizasiya sisteminin olmamasından gedir. Uzun illər bu problem sakinlərin gündəlik həyatına ciddi təsir göstərib. Xüsusilə yağışlı hava şəraitində ərazidə yaşayan insanlar böyük çətinliklərlə üzləşiblər. Ərazi sakinlərinin Sumqayıt TV-yə verdikləri məlumata görə problem dəfələrlə media tərəfindən işıqlandırılıb. Həmçinin aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib. Ərazinin deputatı Elnarə Akimova da qəsəbəyə gələrək sakinlərlə görüşüb və mövcud vəziyyətlə yerində tanış olub. Hazırda isə ərazidə yeni kanalizasiya xəttinin çəkilişi istiqamətində işlərə başlanılıb. Sakinlərin sözlərinə görə görülən işlər Sumqayıt şəhər icra hakimiyyətinin dəstəyi ilə həyata keçirilir və layihənin icrası Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun nəzarəti altında aparılır. Layihənin həyata keçirilməsində qəsəbə sakinləri də yaxından iştirak edirlər. Belə ki, 850 ailə, hər biri 650 manat vəsait ayırıb. Bundan başqa, ərazidə fəaliyyət göstərən bəzi müəssisələr və iş adamları da layihəyə maddi dəstək göstərirlər. Sakinlərin bildirdiyinə görə, işlərin yaxın 4-5 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Uzun illər bu problemi yaşayan sakinlərdən birinin dediyi, ilk dəfədir görürəm ki, daş və dəmir insanı bu qədər sevindirir sözləri isə layihənin onlar üçün nə qədər önəmli olduğunu göstərir. Sakinlər ümid edirlər ki, başlanılan işlər qısa müddətdə uğurla başa çatdırılacaq və 925 ailənin illərlə gözlədiyi kanalizasiya problemi birdəfəlik öz həllini tapacaq. Biz də Sumqayıt TV olaraq layihənin icra vəziyyətini diqqətdə saxlayacaq və görülən işlərlə bağlı sizi mütəmadi olaraq məlumatlandıracağıq.